Mən elan saytlarının birindən maşın seçdim, aldım. İlk gün ödəniş 4500 manat verdim. Aylıq da 580 manatdan danışdım. Və maşını aldım, bir ayını kreditini ödədim. İkinci ayın hələ vaxtına var idi. Mənə xəbərdarlıq eləməmiş, daverinizi ləğv elətdirib. Məni yol dövlət polisi saxladı ki, bəs sizin maşınınız axtarışdadır, maşın cərimə meydançasına getməlidir. Bəs mən dedim ki, niyə, səbəb nədir? Bəs dedilər ki, daverinizi ləğv eləyiblər. Amma mənə daverinizi 1 illik vermişlər. Mənim xəbərim olmadan daverinizi ləğv eləyiblər və sənəddə də yazılıb ki, 1 ay ərzində mən ödəniş eləməsəm, maşını əlimdən ala bilərlər. Amma bir ayım hələ tamam olmayıb. Yəni öz başına hərəkət ediblər. Mən də getdim, sənədləri göstərdim. Sənədlərdə dedilər ki, sənədlər saxtadır. Yəni burada heç bir qanuni bir şey yoxdur. Dövlət yol polisi məni saxlayanda mən zəng elədim, ona dedim ki, bəs niyə belə hərəkət eləmirsən? Bəs mən sənin özünə dedim ki, ödənişi bizim hələ tamam deyil də. Ödənişimiz olsun şeyci. Deyir ki, mənim ödənişimi tez ödəyin. Ödəmədiyinə görə mən daverinizi ləğv elətdirmişəm. Bəs deyirəm ki, bəs yolun ortasında qalmışam, iştirafına gedirəm maşına. Başladı nəsə pis, əxlaqsız sözlər söyləməyə, belə təhqirləmə söyləməyə. Dedim, gəl bura, gəlmə. Dedim, mən sənin ayağına niyə gəlməliyəm? Sən gəlin. Mən getdim oraya gedəndə bir söhbət danışanda, yanında da 3-4 nəfər belə idmançı uşaqlar gətirib, mən də atamla getmişdim. Başladıq orada biraz söhbət ora-burada, üstümüzə biraz hədə-qorxu gəldilər. Polis gəldi, polisə getdik, polisdə orada ərizə yazdıq, izahat yazdıq. İndi bizim işimizə həm polis baxır, həm də məhkəməyə vermişik ki, yəni biz öz haqqımızı tələb eləyək.